biz ümumiləşdirici sözlər mövzusunu keçmək üçün birinci həmcis üzvlərdən başlamalıyıq. Həmcis üzvlər nədir? Cümlədə bir üzvdən, bax deyirəm sizə, bir üzvdən ən azı 2 dənə olarsa, bu həmcis üzvüdür. Mən dünəsə mübtada keçmişəm, düzdür? Ay sağ ol. Mübtada deyirəm ki, Yaşar oxudu. Bir də deyirəm Yaşar, Zəhra, Nuray, 3 dənə mübtada. Dedim, müəllim ola bilər, mübtada 2 dənə olsun. Dedim, bəli. Mübtada 2 dənə də ola bilər, 5 dənə ola bilər, xəbər 1 dənə olmalıdır. Həmin o mübtadaları yazaq bura. Yaşar, Nuray, Zəhra dərsini yaxşı oxuyur. Bu həmcis üzvlü cümlədir. Neydir? Oxuyur. Kim? Yaşar. Kim? Nuray. Kim? Zəhra. Nəyi dərsini? Necə yaxşı? Gördünüz neynədim? Hallanan sözə tamamlıq işarəsi qoydum. Deməli, biz bu həmcis üzvləri ümumiləşdirə bilərik. Ümumiləşdirə bilərik. Hər kəs, fikir ver qızım, qoşa nöqtə, hər kəs, buranı çək, dərsini yaxşı oxudu, Yaşar dərsini yaxşı oxudu, Nuray dərsini yaxşı oxudu. Deməli, hər kəs neynədir ay uşaqlar? Hər kəs həmcis müftadaları ümumiləşdirdi. Yəni, biz buna ümumiləşdirici söz deyəcəyik. Ümumiləşdirici söz harada gəldi? Həmcis üzvüdən qabaq gəldi. Nə qoyduq? Qoşa nöqtə. Əgər ümumiləşdirici söz mübtadadırsa, həmcis üzvü də mübtada olacaqdır. İndi gəlin ümumiləşdirici sözü həmcis üzvüdən sonraya keçirək. Həmcis üzvüdən sonraya keçirək. Yaşar, Nuray, Zəhra, hər kəs dərsini oxudu və s. və ilə axır. Aha. İndi mən neynədim? Mən ümumiləşdirici sözü həmcis üzvüdən sonraya keçirdim. Qızım, bura bax, müqayisə elə. Deməli, ümumiləşdirici söz həmcis üzvüdən qabaq gələndə, maraqlı dərsdir, görürsünüz? Qoşa nöqtə qoyulur. Ümumiləşdirici söz həmcis üzvüdən sonra gələndə tire qoyulur. Aydındır? Bax, ümumiləşdirici söz harada olur? Ümumiləşdirici söz ancaq həmcis üzvlərdə olur. Ümumiləşdirici söz yalnız həmcis üzvlərdə olur. Bəs həmcis üzvü nədir? Bir üzvüdən 2 dənə olanda ən azı eyni üzvə aid olub, eyni suala cavab verən, bərabər hüquqlu üzvlərə həmcis üzvlər deyilir. Eyni üzvə aiddir, yəni eyni üzvüdür, yəni müftadadır. Eyni suala cavab verir, yəni üçü də kim sualına cavab verir. Kim Yaşar, kim Nuray, kim Zəhra. Eyni suala cavab verdi mi? Bəli. Eyni üzvə aid oldu mu? Bəli. Və bunlar nədir? Həmcins üzvüdür, həmcins. Bərabər hüquqlu üzvlərdir. Bir-birlərinə tabi deyirlər. Aralarında nə var? Tabesizlik əlaqəsi var. Ümumiləşdirici söz. Məsələn, deyirəm ki, mən bütün uşaqları, burada tamamlıqdır. Mən bütün uşaqları, nə bilim, Fatiməni, Əkbəri, nə bilim, Səmralı çox istəyirəm. Deməli, bütün uşaqları deyib, orada onların adını çəkirəm. Bir növ həm də aydınlaşdırıram. Görürsünüzmü? Aydındır, vəssalam. Bu qədər.